Səncə niyə ümumiyyətlə məhz İngiltərə, niyə məhz Imperial College London və niyə məhz material elmləri ixtisası? Birinci olaraq bu son sualdan başlamaq istəyirəm. Ümumiyyətlə material elmləri kimya və fizika elmlərinin sintezidir. Yəni fizika ilə yanaşı mənim digər elmlərə də marağım var idi. Həm kimya, həm də astronomiya. Yəni hətta bu yönlərdə olan olimpiadalarda da, bir sıra olimpiadalarda da iştirak eləmişəm. Məhz buna görə yəni sırf fizika ilə bağlı yox da, yaxud da sırf mühəndisliklə bağlı yox da, məhz bu ikisinin qarşılığında ortaq bir sahədə davam elətdirmək qərarına gəldim təhsilimi. Imperial College Londonda məhz Avropanın bu sahədə, yəni ən yüksək səviyyəli universitetidir. Həm də universitetin research imkanları çoxdur, hansı ki, yəni bir tələbənin bir şeyi teorik olaraq öyrənməsindən yanaşı, yəni bir şeyi eksperimental olaraq da görməsi və onu tətbiq eləməsi əslində öyrənməsinə çox daha kömək edən bir şeydir ki, biz bunu olimpiyadanın özündə də görürük ki, çünki bizdə olimpiyadada həm teorik, həm də eksperimental imtahan var ki, bu da həmin elmi nə qədər daha yaxşı qavramağınızla bağlı olur. Bunlarla yanaşı mən bir sıra Amerika universitetlərinə də müraciət etmişdim, amma onlardan qəbul ala bilmədim. Bununla yanaşı Imperial College mənim zaten ilk seçimim idi. Yəni açıqcası ona görə yəni seçimlərimdən də peşman deyiləm.